Bu ağrı baş ağrısı değil, diş ağrısı da değil, migren ağrısı hiç değil. Eğer üz nahiyəndə, başının ön tərəfində dözülməz ağrılar olursa, başını aşağı əyəndə bu ağrının şiddəti kəskin şəkildə artırsa, üzündə şişkinlik hiss eləyirsənsə, burnundan xüsusən də səhərlər qatı, yaşıl və yaxud da sarı rəngdə axıntılar olursa, sənin haymoritin, yəni qaymoritin var. Bəs bu qaymoritdən necə qurtulub bu ağrılardan canımızı qurtara bilərik? Ekrandakı ağ oraya toxun. Qırmızı olsun, ətraflı izah edeyim. Sənə lazımdır Sinisol Majoron spreyi. Bu sprey istifadə edildiği zaman tək burunu açmaqla və yaxud burun axıntıların kəsməklə qalmır. Həm də bu burun boşluğuna haymorit zamanı dolan iltihabı, çirki təmizləyir. Sən hər dəfə püskürtdükcə o burnun selikli qışasında qızıq yaradaraq orada yığılan nə qədər çirk, iltihab, selik varsa hamısını təmizləyir, rahat nəfəs almanı təmin eləyir. Üstəlik o dözülməz ağrılardan da canını qurtarmağa qısa zamanda kömək eləyir. Ölkənin bütün apteklərində var. Olmasa əczaçılarımızdan tələb eləyin, zakaz edib gətirsinlər. Dərman vasitəsi deyil, rahat olun və bu cür faydalı videoların davamı üçün məni mütləq takip edin ki, sağlamlığınızın qeydinə qalan əczaçınız Balaoğlanla hər zaman sağlam qalasınız.